Qardaş, ölkəyə səs salmağa davam edirik. Əziz izləyicilərimiz, hansı firma maraqlanıcınız var? Anbar qiyməti də nədirsə, bacardığımız nədirsə onda üstün eləyirəm. Bacardığımın üstün eləyirəm, bacardığımı yox ha. Bax, firma hansı ilə var? Samsung olsun, ya bura Vesta olsun, Toshiba olsun, belə fırlat. Hisense modelləri, Lumberg modelləri, Taube modelləri, Fisher modelləri, yəni firma həddən artıq çoxdur. Kim hansı firmanı tanıyırsa, anbar qiyməti nədirsə ondan da verdik. Bax, məsəl çəkirəm. 140 ekran, internetli model, hər bir özəlliyi olan cəmi 579 manata. Baxın, deməyin, gəlgin ekranınız adı yoxdur, o qiymətədir 140. Hər bir şey var. İnterneti, YouTube'u, rəsmi, bir il zəmanəti sadəcə bizdə bu anbar qiymətidir. Bir şey də nəzərinizə çatdırın. Çox müştərilərimiz bizim elə bilir ki, mən LG-ni demişəm orada. Gəlirlər deyirlər, yox qardaş, LG demişəm. LG-ni o qiymətə verə bilmirəm, düzdür. İndi onda LG-nin öz anbar qiyməti var da. Gəlib hardasa 1200-ə, 1300-ə baxırsınız. Həmin modeli mən sizə 900 manata, nə bilim 850 manata. Anbar qiyməti nədirsə onu verəcəm. Çünki mən bu adı qazanmışam, bunu itirməyəcəm, saxlayacam. Əksinə biraz da qaldıracam, biraz da. Ondan əlavə, televizordan əlavə, paltaryan olsun, soyuducu olsun, nə istəsəz anbar qiymətinə həm kreditlə götürə bilərsiniz, həm də nağd şəkildə. Ünvana da çatdırılmamız pulsuzdur.